2025-ci il avqustun 8-də üç ölkənin lideri Vaşinqton danışıqlarının nəticələrinə dair birgə bəyannaməyə imza atıb. Sənəddə qeyd edilir ki, İlham Əliyev, Nikol Paşinyan və Donald Trump Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında sazişin razılaşdırılmış mətninin tərəflərin Xarici İşlər Nazirləri tərəfindən paraflanmasına şahidlik ediblər. Eyni zamanda sazişin imzalanması və yekun ratifikasiya üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu vurğulanıb. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpın iştirakı ilə keçirilən görüş Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılmış ən mühüm addımlardan biri hesab olunur. Görüşün yekunlarına dair birgə bəyannamə tərəflərin sülh gündəliyinə sadiqliyini, qarşılıqlı münasibətlərin beynəlxalq hüququn prinsipləri əsasında qurulmasına hazır olduqlarını ifadə edib. Sənəddə güc tətbiqinin və ya güclə hədələmənin yol verilməz olduğu vurğulanır. Regionun gələcəyinin əməkdaşlıq və qarşılıqlı hörmət üzərində qurulmasının vacibliyi qeyd edilir. Bəyannamənin diqqət çəkən məqamlarından biri də tərəflərin keçmiş münaqişənin yaratdığı düşmənçilik səhifəsini bağlamaq niyyətinin bəyan etməsidir. Sənəddə revanşizmə yol verilməyəcəyi, gələcək münasibətlərin sülh və əməkdaşlıq üzərində qurulacağı xüsusi vurğulanır. Bu yanaşma regionda etibar mühitinin formalaşmasına yönəlmiş mühüm siyasi mesaj kimi qiymətləndirilir. Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması isə uzun illər davam edən danışıqlar prosesində mühüm irəliləyiş kimi dəyərləndirilərək, gələcək sülh müqaviləsinin hüquqi əsaslarının formalaşmasına xidmət edən mərhələ hesab edilir. Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan birgə müraciəti əsasında ATƏT-in Minsk qrupu rəsmən fəaliyyətini dayandırıb. Paraflanmadan sonra Azərbaycan ərazisindən Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb. Rusiya və Qazaxıstan buğdası kimi yüklər Azərbaycan üzərindən Ermənistana daşınıb. Eyni zamanda Azərbaycan özünün neft məhsullarını Ermənistana göndərib.